Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Valyuta Az reporta istinadla xəbər verir ki, hakim Arziyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib. Təqsirləndirilən şəxs Bəhruz Əskərov bildirib ki, o 2009-cu ildə Naxçıvan Avtomobil Yolları Dövlət Şirkətinə baş direktor vəzifəsinə təyin edilib. Daha sonra publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılıb və aparılan yoxlamaların heç birində mən iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olacaq yoxlamaları 2023-cü ildə başladıldı. Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi. Buna uyğun olaraq forma 2-lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Çəkiləcək yola ayrılan vəsaitin üzərinə əlavə olaraq 12% qoyulurdu. Sonra iclas olurdu hər ay, iclasda gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı. Yol idarələrinin müdirləri 10%-ləri gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova verirdim. O da pulu Vasif Talıbovun oğlu Seymur Talıbova çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər 2% isə bank xərclərinə gedirdi. Aldığımız bonuslara, paketlərə gəlincə, bunu maaşlarımızın az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı. Aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclisin sədrinin tapşırığı. Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə Nazirliyinin Mübariz adlı işçisi yanına gəlib, Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı biri ilə gəlmişdi. Bildirdi ki, bəs buna 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər kabinetinə məlumat verdim, Maliyyə Naziri Həsən İsmailova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiz başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2000 manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, Ezamiyam kimi bir nümayəndəmiz göndərdik, əmək haqlarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı. Özümü qismən təqsirli bildirəm, bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim. Məhkəmənin prosesi mayın 1-nədək təxirə salınıb. Qeyd edək ki, Bəhruz Əskərova Cinayət Məcəlləsinin 179.4-cü mənimsəmə xüsusilə küllü miqdarda ziyan vurmaqla törədildikdə 313-cü vəzifə saxtakarlığı məddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.